Evdə anam da mən bu ilk işə başlayanda dedi ki, o kişi işidir, sən getmə, sən bacarmayasan. Mən dedim ki, mən bacaracam və siz axırda da görəsiniz ki, yəni kişi işi olsa da qadın da bacarır. Mən düşünürəm ki, qadın işi, kişi işi deyə bir şey yoxdur. Bu bizim cəmiyyətdədir belə ayrılma. Mənə elə gəlir ki, biz ilk qadın mina axtaranlar olaraq elə cəmiyyətdə bu stereotipləri qırmaq üçün burdayıq və mənə elə gəlir ki, bacarırıq. Qadınlar daha səbirli olur, daha diqqətli olur və biz bu işdə sözümüzü deyə bilirik. Deməli, qadınlar da nə istəsə həyatda edə bilərlər. Qadın zəif deyil, zərifdir. İşləməkdə də ki, heç bir qadın kişidən geri qalmır. Eyni şəkildə, eyni fırına da kişilərlə biz deyik, buraları gəzib işləyirik. İşləyə bilməsək biz ora nətər çıxa bilərik? Bu çox böyük bir faciədir Azərbaycan xalqı üçün. Çünki yəni burada nə qədər gör minalar bastırıb ermənilər, nə qədər gör insanlara ziyan vurublar, nə qədər gör minalara düşənlər olur, zərər çəkənlər olur, ayaqlarını itirənlər olur, gözünü itirən olur. Yəni onların ailələrinə gör nə qədər ziyanlar vururlar. Əlbəttə ki, hər tərəf deyir o yeraltı ölüm deyirlər də, ölümdür də. İndi biz mina axtaranıq, əraziləri təmizləyirik. Bəs o mülki cəmaət gedir, mal keçir, heyvan keçir. Bəs onlar gedir hamısı bilinməz yerlərdə görürsən düşürməyini. Birdən il olur ki, su ilə də gələ bilər mina. Görürsən ki, gəlir hardasa məsələn çıxır uşaqmı oynayır, böyükmü keçir. Görürsən partlayır, qılçı getdi, qolu getdi, gözü töküldü. Yəni şikəst vəziyyətinə salır da insan həyatı məhv edir. Qaçqın və məcburi köçkünlərimizi sağ-salamat bu torpaqlarda daha tez görmək üçün, 30 ilin həsrətini bitirmək üçün daha çox qadın köməyinə ehtiyacımız var. Belə-belə işlər. Belə-belə işlər. Belə-belə işlər.